Reuters İran müharibəsi sayəsində Rusiyanın neft ixracından büdcəyə gələn vergi gəlirlərinin 2 qat artacağını yazıb. Agentliyin hesablamalarına görə Rusiyanın neft hasilatı vergisindən büdcə gəlirləri bu ilin aprel ayında mart ayı ilə müqayisədə 2 qat artaraq təxminən 9 milyard dollara çatacaq. Agentlik bunu İranın fevral ayının sonundan bəri qlobal neft və maliyyələşdirilmiş təbii qaz daşınmalarının təxminən 20%-nin keçdiyi Hörmüz boğazının bağlanması nəticəsində qlobal neft qiymətlərinin artması ilə əlaqələndirir. Rusiyanın Urals markalı xam neftinin orta qiyməti mart ayında 1 barrel üçün 77 dollara yüksələrək 2023-cü ilin oktyabr ayından bəri ən yüksək səviyyəyə çatıb. Bu il üçün büdcədə nəzərdə tutulan qiymətdən təxminən 15 dollar yüksəkdir. Nə qədər ki, Hörmüz boğazı bağlı qalacaq, neftin qiyməti artmağa davam edəcək. Rusiyaya neftin qiymətinin yüksək olması sərfəldir. Təbii ki, bu Rusiya büdcəsinə əlavə gəlirlər gətirir. Bundan başqa, Tramp tərəfindən Rusiyanın neft ixracına tətbiq olunan sanksiyaların bir hissəsinin qaldırılması da buna təsir göstərir. Bilirik ki, Rusiya buna əvvəlcədən hazırlaşıb. Bütün tankerlərini neftlə doldurub Çinə, Hindistana göndərir. Ona görə də Rusiya yaxın şərqdəki müharibədən hazırda iqtisadi üstünlük qazanır. Ekspertlərin fikrincə, yaxın şərqin hərb meydanına çevrilməsi Ukraynada müharibə aparan Rusiyaya çox sərfəlidir. Lakin iqtisadi baxımdan müvəqqəti üstünlük Moskvanı bir sıra mənfi nəticələrdən sığortalamır. İrandakı müharibə əlbəttə ki, Rusiya üçün müsbət şeylərə gətirib çıxara bilməz. Çünki bu müharibə Rusiya ətrafında neqativ fon və müxtəlif proseslərə təsir edə biləcək təhlükəli vəziyyət yaradır. Ona görə də Rusiya bu müharibənin bitməsi və neft qiymətlərinin kifayət qədər yüksək səviyyədə qalmasında maraqlıdır. Rusiyada hesab edirlər ki, yaxın şərqdəki müharibə Hörmüz boğazının bağlı qalması fonunda neft qiymətlərinin artması Moskva üçün yaxın perspektivdə bir sıra nəticələrə yol aça bilər. İqtisadi istiqamət üzrə Rusiya neft ixracatçısı olaraq qiymətlərin yüksəlməsi ilə gəlirlərini artıracaq. Yüksək qiymətlər Rusiya üçün sanksiyaların təsirini yüngülləşdirə bilər. Çünki yüksək gəlirlər iqtisadiyyatı dəstəkləyə bilər. Təhlükəsizlik istiqaməti üzrə isə Rusiya üçün İrandakı müharibə regional gərginliyi artıra bilər. Bir sözlə, neft qiymətlərinin uzun müddət yüksək qalması Rusiya üçün müsbət olsa da, regional gərginliklərin artması və yeni təhlükə mənbələrinin ortaya çıxması Moskvanın uzun müddətli strateji planlarını çətinləşdirə bilər. Fərid Əkbərov, İTV Xəbər, Moskva.